Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, bugün biz sizə qısa olaraq insanlar arasında ünsiyyət yaratmaq haqqında danışacağıq. Demək, Hucurat surəsinin 13-cü ayəsində Uca Allah buyurur: Ya eyyuhənnəs, İnnə xaləqnəkum min zəkərin və unthə və cəalnəkum şüubən və qəbailə litəarafu İnnə əkramakum indəllahi ətqakum İnnəlləhə alimun xabir. Ey insanlar! Dikkat edin, müraciət bütün bəşəriyyətidir. Biz sizi bir kişi və bir qadından yaratdıq. Yəni Adəm və Həvvadan. Aleyhimissalam. Sonra sizi xalqlara və qəbilələrə ayırdıq ki, aranızda ünsiyyət yararasınız. Bir-birinizlə mehriban olasınız. Demək, yaradılışın qayəsi yer üzündə olan insanların Rəbbini tanıyıb, öz aralarında mehriban, ünsiyyət yaratmaqdır. Bunun üçün nə etməlidirlər? Nə etməlidirlər ki, aralarında daim mehribansılıq olsun, xalqlar bir-biri ilə yola getsin, bir-birini sevsin, bir-birinə zülm eləməsin. Nə etməlidirlər? Ayənin ardı gəlir. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Demək, bu xalqlar, qəbilələr, ümumiyyətlə insanlar Allahdan qorxub bir-birlərinin haqlarını ödəsələr, yer üzündə həmişə əmin-amanlıq olar. Allah subhanahu teala insanı yaradıb ki, Rəbbini tanısın, Rəbbinin tək ilah olduğunu qəbul etsin və Rəbbinə ibadət etsin. İnsan Rəbbindən qorxduqda ona boyun əyir. Onun əmrlərini yerinə yetirir, qadağalarından çəkinir. Əks təqdirdə isə özünüz görürsünüz, yer üzündə nə qədər fəsadlar törənir, qan tökülür və sair günahlara yol verir insanlar. Zina, içki, oğurluq, adam öldürmək və sair. Bütün bunları edən insanlar Allahdan qorxsaydı, bu günahları edərdilərmi? Allah qorxusu yoxdur deyə şeytana uyub bu günahları edirlər. İndi əsas məsələyə gəlirəm. Sülh, əmin-amanlıq olması üçün Allah subhanahu teala bizə bir çox xeyirli əməllər öyrədir. Peyğəmbər sallallahu aleyhi və səlləm bizə bir çox yaxşı əməllər öyrədir. O əməlləri yerinə yetirdikdə insanlar arasında o ünsiyyət, ülvi məhəbbət, mehribançılıq yaranır və insanlar əmin-amanlıqda yaşayır. Bir-birinin qanını axıtmır, bir-birinin malını qəsb etmir, bir-birinin qadınına təcavüz etmir və s. O səbəblərdən biri haqda danışacağım. Sülh, əmin-amanlıq olmasına rəvaz verən səbəblərdən biri haqda danışacağım. Bu səbəb, yəni bu amil, 124 min Peyğəmbərin hamısının şuarı olub. 124 min Peyğəmbər bunu öz ümmətlərinə öyrədib ki, onlar bir-birinə bu, indi deyəcəyim, duanı etməklə öz aralarında daim sülh, əmin-amanlığı bərpa etsinlər. Bu da nədir? Bu, Allahın mələklərə öyrətdiyi, mələklərin Adəm aleyhissalama öyrətdiyi, Adəm aleyhissalamın da öz zürriyyətinə öyrətdiyi salamdır. Əssəlamu aleykum. Yəni, sənə Allahın sülh, əmin-amanlığı olsun. Təsəvvür edin, gün ərzində insanların hamısı bir-birinə Əssəlamu aleykum deyərsə, sülh, əmin-amanlıq arzu edərsə, onlar arasında gör, nə cür mehribansılıq olar. Gəlirsən məscidə, görürsən ki, məsciddə bir-birini bəyənməyənlər bir-birinə salam vermirlər. Halbuki, məscidə gələnlərin hamısı müsəlmandır və müsəlmandırsa deməyi qardaşdır. Qardaşdırsa deməli bir-birinin müsəlman haqqını ödəməlidirlər. Yəni salam verdikdə salamını almalıdırlar. Bu mənim öz istəyim, öz təşəbbüsüm deyil ki, öz sözüm deyil ki, bu Allahın və Peyğəmbərinin sallallahu aleyhi və sələmin əmridir. Allah subhanahu teala Ən-Nisa surəsində əmr edir. Sizə salam verildikdə o salamı alın. Diqqət edin, əmrdir, alın. Peyğəmbər sallallahu aleyhi və səlləm də hədisdə buyurur ki,
bir-birinizə salam verin. Yəni, müsəlmanın müsəlmana olan haqqıdır. Bəli, ola bilər ki, sənin hansısa müsəlmandan xoşun gəlməsin. Xasiyyətin o ilə tutuşmasın. Onda olan bir əməli bidət hesab edəsən, fikirləşirsən ki, mən bu bidət əhli ilə yoldaş olmamalıyam, dost olmamalıyam. Bunu heç kəs inkar eləmir. Şəxsən mənim özüm rafizilərlə, xavaricilərlə, mumeyyilərlə, həddadilərlə oturub durmuram. Dostluq eləmirəm, yoldaşlıq eləmirəm. Onlardan uzaqam, onların etdiyi bidətlərdən uzaqam. Lakin məscidə gəldikdə qarşıma çıxıb mənə salam verən adamdan soruşmuram, sən hansı firqədənsən? Həddadisən, mumeyyisən, Maturidisən, Əşarisən, o mənə aidiyyəti yoxdur. Məscidə gəlib, namaz qılırsa, müsəlman qardaşımdır və salam verirsə, salamını almalıyam. Nəinki məscidə gələn müsəlman qardaşım. Mənim qonşuluğumda xristiyan, yahudi qonşular var. Qarşıma çıxır, Əsselamu aleykum deyir, və aleykumussalam deyirəm. Salama salamla cavab verirəm. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem bunu əmr edib. Və bütün İslam alimləri ittifak ediblər ki, qarşındakı sənə Əsselamu aleykum deyirsə, fərqi yoxdur. Hansı dindən, təriqətdəndir, fərqi yoxdur. Onun salamını olduğu kimi qaytarırsan. Bax, budur İslam əxlaqı. Mən son bir neçə ildə buna dəvət edirəm. Müsəlmanların birliyinə çağırış edirəm. Və bu xüsusda ayrıca kitabım da var. 3 dildə hazırlamışıq. Müsəlmanların birliyinə çağırış. Və hamımıza nəsiyyətim budur ki, müsəlmanlar arasında mehribançılıq yaratmağa təşviq edin insanları. Onların arasını vurmaq, fəsad törətmək və s. Vallahi ki, qiyamət günü cavab verəcəksiniz. Sonda hamımız üçün Allaha dua edib deyirəm. Allahümmə əllif beynə qulubinə və aslih zətə beyninə. Allahım bizim qəlblərimizi birləşdir və aramızda olan münasibəti düzəlt. Subhanək Allahumma və bihəmdik. Əşhədu ən la iləhə illə ənd. Əstəğfiruka və atubu ileyk.